Bir lətifə danışım sizin üçün. Bir dəfə bərbərin dükanına bir rahib gəlir və bərbərin dükanında öz saçlarını kəstirir. Kəstirəndən sonra bərbərə deyir ki, mənim borcum nədir sizə? Bərbər rahibə deyir ki, siz kutsal bir adamsınız. Mən sizdən heç cür pul götürə bilmərəm. Ona görə gedə bilərsiniz. Bəli, rahib buna təşəkkür edib çıxıb gedir. Bərbər səhərisi gün dükanı gəlib açanda görür ki, qapısında 5 altın lira var. Və açıb öz işini görür. Bir neçə gündən sonra ruhani bir buddist gəlir. O da rahib yenə saçlarını özünü təraş etdirib. Bərbərdən soruşur ki, sizə borcum nədir? Bərbər yenə buna deyir ki, mən sizdən pul götürə bilmərəm. Siz böyük bir tanınmış lidersiniz, ruhanisiniz. Mən sizdən heç bir pul götürə bilmərəm. Və bu rahib də təşəkkür edərək dükandan çıxıb gedir. Səhəri yenə bərbər öz dükanına gələndə görür ki, dükanın qapısında 5 yaqut var. Bir neçə gündən sonra bərbərin dükanına bir imam gəlir. Bir imam gəlir, bu da saçın saqqalın təraş elətdirir və əlini atır pul kisəsinə ki, bərbərə pul versin. Bərbər tez deyir ki, yox, bu nə söhbətdir? Siz ruhani, inanclı bir imamsınız. Mən sizdən pul götürə bilmərəm. Siz elə mənim dükanıma gəlməklə mənə böyük şərəf verirsiniz. Bəli, imam da pul kisəsini qoyur cibinə, çıxıb gedir. Bərbər yenə sabahsı günü dükanını gəlib açanda görür ki, dükanın qarşısında 5 dənə imam dayanıb. Bax belə. Diqqətinizə görə sağ olun.